Donald Trump, mənim çox tənqid elədiyim, bəzən də təriflədiyim əslində Donald Trump. Mən həmişə buradan səsləndirirəm ki, əgər bir siyasətçi tarixi bilgisi yoxdursa, o çox böyük səhvlər eləyəcək. Və çox böyük tarixi, həm də böyük dövlətin başçısısa, tarixi səhvləri addım atacaq, səhvlər edəcək. Elə addımlar atacaq ki, o tarixdə sonra çox böyük müzakirələrə və onun qınağına çevriləcək. Və tarixi bilgin yoxsa siyasətə yaxınlaşma. Və biz də görürük ki, Donald Trump və onun ətrafındakilərin tarixi bilgiləri yoxdur. Çox qəribə, gülməli. Hətta bir dəfə Donald Trump Meloni İtaliyanın baş naziri ilə görüşəndə deyib ki, gözümün önündədir, yəni demişdi ki, İtaliya Amerika ilə hələ Roma imperiyası dövründən yaxşı münasibətlər. Roma imperiyası dövründə təbii ki, Amerika yox idi, amma Amerikanın olmağından heç xəbəri yox idi Romalıların. Nə də Amerikada yaşayan Hinduların Romalılar olduğundan xəbəri yoxdur, amma görürsünüz Trump belə tarixi bilgisi yoxdur ona görə. Və o gün də deyir ki, Filistinlilər, mən deyir orada 3000 il gedən savaşı saxladı. Saxlamaq da yoxdur, elə dünən gələn bombalayıblar orada Qəzzanı falan. Amma deyir 3000 il orada o qədim Filistinlilərlə bu Fələstinliləri eyni sayır. Adları bir-birinə oxşayır deyənə, əslində Fələstin adı o kökdən gəlir də. Ki, qədim Filistinlilər 50 il olublar. Onlar ümumiyyətlə ərəblərlə heç bir əlaqəsi yoxdur. Bunlar ərəbdilər. Heç özləri də bilmirlər kimdirlər. Ərəbcə danışırlar, amma hər halda özlərini ərəb identifikasiya edirlər. Yəni, insanın tarixdən qəti xəbəri yoxdur və indi yaxşı Filistimdən, Romadan xəbəri olmaya bilər, öz tarixindən xəbəri yoxdur. Öz tarixindən. Baxın, Amerika, yaradıcıları, qurucuları, Jeffersonlar, Lincolnlar filanlar. Kosmopolitizm. Bunların bütün ideyası bu. Nədir kosmopolitizm? Yəni, vətən Amerika deyil. Yaşadığın ölkə deyil. Və bir millətə mənsub deyil vətən. Vətən bütün yer kürrəsidir. Kosmopolitizm. Diogen bu ideologiyanı icad edib, hələ 2300 il bundan əvvəl, Romadan da əvvəl Yunan filosofudur və Amerikanın da qurucuları bu fəlsəfəni götürmüşlər, Amerikanı da belə qururdular. Buna görə onlar asket idilər. Yəni, çox da var dövlətə belə, görmürsünüz, senat filan, qədim Romanın qaydalarını filanlarını onlar həyata keçirirdilər və Ağ Ev, bax o Ağ Ev, bax balaca. Hətta postsovet ölkənin oliqarxları, elə bizim oliqarxların da bağları, bağ var ha, bağında olan o böyük villalar var ha, qəsrlər var ha. O qəsrlərin bir qanadıdır Ağ Ev, bax balacadır. O qonaq evi, onların qonaq evi, həmən o oval kabinet var ha, Ağ Evində. O bizim oliqarxların qonaq evləri, məsələn, o gün göstərdilər, Ramiz Mehdi oturmuşdu, belə masaf filan, belə prezident sarayında. O otaqlar, digər oliqarxların da qonaq otaqları, o Ağ Evdəki oval kabinetlər 3-4 dəfə böyüydü. Bax, balaca yerdir ora. Və bununla da Amerika qurucuları, həmən o Lincolnlar, elə Rooseveltlər də və bütün Amerika prezidentləri ona sadiq idilər. Ona görə dünyanın 80 ölkəsində Amerikanın bazaları var. Bazaları, hərbi onlar hamısı puldur, böyük trilyonlardırlar bazaları var və dünyada gedən proseslərə həmişə nəzarət ediblər. Çünki onlar üçün vətən yer kürrəsidir. Yer kürrəsinin gələcəyini düşünürlər və olan bütün o problemlərini həll eləməyə çalışıblar həmişə və eləyiblər də. Çünki kosmopolitdirlər. Və dünyanın da bütün millətləri Amerika gedib orada rahat yaşayıblar. Orada heç kimə deyilmirlər ki, gəlib buranın çörəyin yemisən, gözündən gəlsin. Ya da Rusiyada da bizə döyürlər, bizimkiləri özbələ filanları ki, ya burada Azərbaycanda deyir ki, Rusiyanın gedinə çörək qazandı orada. O, axmaq düşüncə orada yoxdur. Hindus da olsan, Əfqan da olsan, Polyak da olsan, İrland da olsan, Amerikaya gəlib Amerikan olacaqsan. Və salam. Bunun adı kosmopolitizmdir. Trump'ın xəbəri var mı bundan? Böyük mənim şübhəm var. Böyük şübhəm yoxdur, yoxdur xəbəri. Yoxdur ki, indi həmən o balaca Ağ Evin içinə qızıl vurur da. O, versal eləmək istəyir onu. Bilmirəm, qış sarayı kimi Rusiyadakı, var da böyük, İspanyadakı böyük saraylar, kral sarayı. Kral olmaq istəyir, başına tac qoyub. O, tamam Amerikanın tarixi və Amerikanın tarixi fəlsəfəsinə, siyasi yoluna ziddir bunlar. Amerika, həmən Diogen deyirəm, qədim Yunan böyük filosof. O Pifos'da yaşayıb, yəni dolçanın içində, küpün içində yaşayıb. O qədər o mal dövlətdən belə düşüncəsi olmayıb ki onun, hələ 2300 il buna əvvəl. Adam küpün içində yaşayırmış. Həmən o Ağ Ev küpdir. Küp. Yəni, bap balaca, onun böyüyü önəmli deyil. Amerika özü qüdrətlidir. Özü öz ideyası ilə, öz düşüncəsi ilə, kosmopolit ideyası ilə, düşüncəsi ilə çox qüdrətlidir. Və
Bundan sonra birdən-bir hakimiyyətə gəlib deyəsən ki, mən dünyada nə baş verir, heç bir mənim işim yoxdur. İzolyasionizm, yəni mən ancaq Amerikanın içindəkilərlə maqa. Bəs onda Amerikanın qurucuları, hə? Bəs onlar hara getdi kişilər? Hə? Franklinlər, Rooseveltlər, bilmirəm, Lincolnlər, Jefferson, hara getdi bunlar onda? Demək ki, onun tarixdən xəbəri yoxdur. İndi də Ağ Evin yanında bal rəqsləri zalı tikdirir, qardaşlar. Bal zəqsi. Təsəvvürünüzə gətirirsiniz, cənab hörmətli Donald Trump bal rəqsi oynayır. Bir dənə təsəvvürünüzə gətirin onu. Baxın, bu indi video mən sizə göstərəcəm. Təxminən belə yəqin ki, oynayacaq bal rəqsi. Çox rəqs eləməkdədir. Mən də şovmenəm, mən də xoşlayıram belə rəqsini nümayiş etdirim. Amma bu çox qəribə bal rəqsləri. Həmən o ikiləm bal rəqsləri zalında nümayiş etdirilsə, bəlkə mənəcək. Amma məncə çox maraqlı olar. Çox komik görünür. Ağ Ev və yanında bal rəqsləri. Və üstündə də belə, artıq Ağ Evdə belə müsahibə verilən yerin arxasında görmüşsünüz də, divarda qızılı belə çox qəşəng belə ornamentlər vurulur. Çox da yaraşmır o Ağ Ev. Çünki balaca asket bir binadır da o. Və indiyə kimi Amerika bütün dünyaya sübut edirdi ki, bizi elə təm-təraq, nə bilim o qədim Fransadakı kimi Günəş kralı Ludovikin tikdiyi saraylar kimi yeri gəlmişə Günəş kralı Ludovik ömrünün son 5 ilini elə bir ifunət saçıb ki, baxmayaraq ki, Günəş kral deyirlər ona. Onun ifunətindən o saraya tikdirdiyi böyük saraya yaxın gələ bilmirdilər xarici ölkələrin səfirləri və siyasi xadimləri. Deyin Tanrının cəzası deyil, bu cəzadır. Sən versən tikdirirsən, səndən elə iyi gəlir ki, heç kim sənə yaxın gələmir ömrünün son 5 ilində. Bu çox böyük faciəvi aqibətlə bitə bilər. Və tarix bunu göstərib. Yəni deyirəm, tarixi bilgi. Elə ki, Osmanlı sultanları Topqapıdan Dolmabağçaya keçdilər, başladılar məğlubiyyətə. O tam taraxa, o bilmirəm qızıllara, gözəl çılçıraqlara, bilmirəm o böyük divanlara, hər yerdə o parketlər, o da Rusiyadakı Pyotrun tikdiyi qış nağılı deyirəm, qış sarayına baxa bildir, oradan qış nağılı idi, nağıl düzəldi burada. Ölkənin pis gündə təhkimçi, ac, yalavac, belə Valinkada gəzən, taxtabitinin, tarakanın içində yaşayan xalq, amma özü, bilirsiniz hansı böyük. Nə oldu sonu? Baxın, indi sonu nə olur? Göstərəcəm sizə Rusiyanın sonu nədir? Onun sonu mütləq elə olmalıdır. Çünki Putin də yolu gedir. Və hər yerdə belədir. Topqapı asket bir bina idi də. Louvre'dan Versal da elədir. Versal'a keçən kimi Fransa'da, Louvre'da onda necə idi? Bütün dünyanı idarə edirdi. Hər halda bütün Avropanı idarə edirdi.